Azərbaycan-Amerika münasibətlərinin kontekstində də 2025-ci il tarixi il sayıla bilər. Çünki sir deyil ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulut kimi mənfur 907-ci düzəliş necə deyirlər, fırlanırdı və Azərbaycan gənc müstəqil ölkə olmasına baxmayaraq Amerika kimi dünya miqyasında bir nömrəli dövlətlə lazımi səviyyədə münasibətlər qura bilməmişdik. Amerikadakı anti-Azərbaycan qüvvələrin fəaliyyəti Amerikada erməni lobbisinin fəaliyyəti nəticəsində. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir. Müəyyən mərhələlərdə münasibətlər müsbət istiqamətdə inkişaf edirdi. Ancaq o mövcud olan məhdudiyyətlər, xüsusilə Azərbaycan-Ermənistan müharibəsinin davam etməsi Amerikadakı söz sahiblərinə imkan vermirdi ki, Azərbaycanla geniş miqyaslı münasibətlər qursun. Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi var. Birinci, Azərbaycan-Ermənistan müharibəsinin rəsmən sona çatması. İkincisi, Amerikada Prezident Trump administrasiyasının hakimiyyətdə olması və bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqları nədir çox yaxşı bilən üzvlərdən ibarətdir, prezident başda olmaq şərti ilə. Və təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə Amerika Birləşmiş Ştatları üçün də əməkdaşlıq önəmlidir, bizim üçün də. Ona görə bu nöqteyə nəzərdən keçən ildə dönüş ili sayıla bilər. Ağ Evdə Prezident Trump mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə deməli son qoydu, bunu aradan qaldırdı. Halbuki hələ ki Konqres bunu rəsmən aradan qaldırmalıdır.